Müəllimlərin əmək haqqının artırılması üçün yeni təkliflər təqdim ediləcək. Bunu Milli Məclisin bugün keçirilən iclasda ümumi təhsil haqqında qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə planlar kəskin surətdə azalıb. Ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməlidirlər. İdris İsayev qeyd edib ki, müəllimlərin əmək haqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək. Burada əmək haqqı ilə bağlı məsələlər söylənildi. Təbii ki, biz də istəyirik ki, müəllimlərimizin əmək haqqısı artsın. Məhz müəllimlərin sertifikatlaşmasının əsas da məqsədlərindən biri, yəni biri peşəkarlıq səviyyəsini müəyyən etmək idi təbii ki, amma digər məqsədlərdən biri də məhz müəllimlərimizin əmək haqqısının artımı idi və onu da qeyd edim ki, sertifikatlaşma prosesinə yekunlaşdıqdan sonra bizim müəllimlərimizin əmək haqqısında ciddi artım mövcuddur. Əmək haqqı ümumi təhsil sistemində dərs saatlarına bilirsiniz ki, bağlıdır və kimin dərs saatı çoxdursa, təbii ki, onun əmək haqqısı daha çoxdur. Nazir müavini deyib ki, müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün qeydiyyatdan keçən, amma iştirak etməyənlər dövlətə xeyli miqdarda ziyan vurmuş olurlar. Təkrar müraciət edənlərin deyə bilərik ki, 30% müraciət edirlər, amma bu prosesə qatılmırlar və nəticədə burada müəyyən problemlər yaranır. Orta hesabla təqribi rəqəm bundan ibarətdir ki, biz ildə təxminən müəllimlərin işə qəbuluna 2,5-3 milyon manat vəsait sərf edilir. Və nəticədə müraciət edib bu prosesdə iştirak etməyən şəxslər, bu təxminən bayaq qeyd etdiyim kimi, müraciət edənlərin təxminən 20%, təkrar müraciət edənlərin 30%-dən çoxudur. Bunlara sərf olunan xərclər əsassız xərclər hesab edilir və biz bu xərclərdən təyinatı üzrə istifadə edə bilmirik. Bu təxminən ilə 500-600 min manat civarındadır. Nazir müavini repetitorluq fəaliyyəti ilə bağlı da bir sıra təkliflər hazırlandığını deyib. Onun sözlərinə görə təkliflər yaxın vaxtlarda təqdim ediləcək. Şəhla Poladova, Sevinç Vaqif qızı, Samir Qasımov, Xəzər xəbər.